Niyə bəzi insanlar gecə-gündüz dayanmadan işləyir, amma yenə də ayın sonunu bir təhər gətirirlər? Hə, yəni ancaq maaşdan maaşa yaşayırlar. Düzdür, maaşdan maaşa və niyə bəziləri sadəcə pul üçün işləmək əvəzinə pullarını özləri üçün işlədirlər? Bu, yəqin ki, çox adamın beynindəki o ən böyük sualdır. Elədir. Xoş gəlmisiniz. Bugünkü dərin analizimiz birbaşa bu suallara cavab axtarır. Əlimizdəki mənbələr, deməli, Robert Kiyosakinin o məşhur maliyyə fəlsəfəsini, məqalələrini və şəxsi qeydlərini özündə birləşdirir. Missiyamız çox aydındır. Sizin pul olan baxış bucağınızı kökündən dəyişmək. Söhbətə də elə ən kritik nöqtədən başladıq məncə. Çünki mənbələrdə təqdim olunan çox aydın bir ziddiyyət var. Bütün o fəlsəfə iki fərqli ata obrazı üzərindən qurulub. Bəli, zəngin ata və kasıb ata. Yaxşı, gəlin bunu biraz aydınlaşdıraq. Kasıb ata əslində cəmiyyətin ideal hesab etdiyi modeldir, düzdür? Tamamilə. Kasıb ata yüksək təhsillidir. Onun məsləhəti həmişə eynidir, yəni yaxşı oxu, sabit bir iş tap və maaş al. Riskdən uzaq dur. Aha, riskdən uzaq dur. Zəngin ata isə 8-ci sinifdən məktəbi tərk edib, lakin reallığı çox fərqli dərk edib, onun fəlsəfəsi budur ki, aktivlər qur və pul sənin üçün işləsin. Məhz o aktiv məsələsi çox vacibdir. Mən maliyyədə o KISS prinsipinə inanıram. Keep it simple, stupid. Aysanvul, yəni hər şeyi sadə saxla qaydasına. Çünki əslində maliyyənin təməli çox sadədir. Kitabın ən vacib dərsi də budur. Aktiv cibinə pul gətirən şeydir, passiv isə cibindən pul çıxaran. Heyrətamiz olan odur ki, cəmiyyət bizə səhv tərifi öyrədib illərlə. İnsanların çoxu elə bilir ki, ev və ya o bahalı lüks maşın aktivdir. Sərvətdir yəni. Halbuki maşını salonundan çıxaran kimi xərclər başlayır. Bəli. Sən o maşını alırsan, onun benzini var, sığortası var, təmiri var. Bunlar davamlı olaraq sənin cibindən pul aparır. Yəni tam mənası ilə passivdir. Amma cəmiyyətdə maşına bir status kimi baxırlar, elə bilirlər zənginlik göstəricidir. Düzdür. Lakin riyazi baxımdan o sənin pulunu yeyən bir mexanizmdir. Eyni ilə yaşamaq üçün alınan ev də belədir. Bax, burada biraz fasilə verək. Çünki çox adam indi bizə daxilən etiraz edə bilər ki, bəs kirayə vermək pulu havaya atmaqdır. Aha, ən məşhur cəmiyyət arqumentidir bu. Bəli, hamı deyir, ev al ki, özünün olsun. Amma mənbələr tam fərqli bir mənzərə göstərir. Yaşamaq üçün aldığın ev, ipoteka tələb edir, əmlak vergisi tələb edir, təmiri var. Yəni o ev sənə pul qazandırmır. Fiziki olaraq hər ay sənin cibindən o evə pul gedir, ona görə də o, klassik mənada bir passivdir. Yaxşı, bəs gerçək aktivlər nədir onda? Mənbələrdən oxuyuram burada. Deməli, kirayə verilən əmlak, sizin fiziki iştirakınız olmadan işləyən bizneslər, dividend gətirən səhmlər və intellektual mülkiyyətdən gələn qonorarlar. Məsələn, yazdığın kitab və ya hər hansı rəqəmsal məhsul. Yəni, sən yatarkən belə sənə pul gətirən hər şey. Buna görə də dinləyicilərimizə xüsusi bir sualım var. Özünüzə bu sadə sualı verin. Hazırda pul xərclədiyim bu əşya mənə gəlir gətirir, yoxsa sadəcə pulumu aparır? Bu sual həqiqətən gələcək maliyyə qərarlarını tamamilə dəyişə bilər. Baxın, ən maraqlı məqam da məhz buradadır. Çünki gəlir artdıqca xərclər də artır. Biz buna maaş talası deyirik. Və ya həyat tərzi inflyasiyası. Bəli, İngiliscə lifestyle inflation deyirlər. Mənbələrdə gənc, xoşbəxt və təhsilli bir cütlüyün hekayəsi var. Çox da real bir hekayədir. Deməli, onlar dar bir mənzildə yaşamağa başlayırlar, daha çox işləyirlər, karyera qururlar və maaşları artır. Məsələn, 700 manatdan birdən-birə 2000 manata qalxır. Və ilk etdikləri şey nə olur? Daha böyük ev almaq. Tamamilə düzdür. Gedib daha böyük ev alırlar, o evə uyğun yeni lüks mebel alırlar, sonra da yeni maşın üçün kreditə girirlər. Vəziyyət necə bir tələyə çevrilir baxın. Maaş artıb, bəli, lakin bununla bərabər vergilər və kredit kartı borcları da zirvəyə çatıb. Onlar artıq o 2000 manatdan asılı vəziyyətə düşüblər. Buna mənbələrdə Siçovul yarışı deyilir. Rat race, bəli. Səhər oyan, işə get, hesabları ödə. Və bu dəhşətli dövrə iki hiss ilə, yəni qorxu və tamahkarlıqla idarə olunur. Pulu olmamaq qorxusu onlara o işə getməyə məcbur edir, ay sonu maaş gələndə isə əşyaları arzulamağa başlayırlar.
Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, maaş artımı maliyyə cəhaləti olan yerdə sadəcə daha böyük borclar yaradır. Problem nə qədər qazanmağında deyil. Onda çıxış yolu nədir? Dinləyicilərimiz üçün çox aydın bir mesaj var burada. Yeni gəlir artanda, həmin o 700 manatdan 2000 manata qalxış olanda həyat tərzinizi dərhal şişirtməyin. Bəli, yeni telefonlar, bahalı restoranlar biraz gözləyə bilər. Bunun əvəzinə o artan fərqi aktivlər almağa yönəldin. İnvestisiya edin, məsələn 300 manatını səhmlərə ayırın, 200 manatını kiçik bir biznes ideyasına yatırın. Çünki zəngin insanlar tam olaraq belə düşünür. Onların zehniyyəti, fəlsəfəsi fərqlidir. Zəngin atanın əsas məsləhəti də budur onsuz da. Zənginlər heç vaxt pul üçün işləmirlər, onlar pulu özləri üçün işləməyə məcbur edirlər. Mənbələrdə 9 yaşlı Robertin və dostu Mike'ın hekayəsi var. Yadımdadır. Çox təsirli nümunədir. Kasıb olduqları üçün sinif yoldaşlarının o dəbdəbəli çimərlik partisinə dəvət edilmirlər. Aha. Kasıb ata sadəcə deyir ki, yaxşı oxuyun, daha çox pul qazanmağı öyrənin. Amma zəngin ata fərqli bir perspektiv təklif edir. O onlara aktiv qurmağı, düşüncə tərzini dəyişməyi öyrədir. Elə həmin yerdə McDonald's-ın qurucusu Ray Kroc'un hekayəsi də yada düşür. Mənbələrdə çox gözəl qeyd olunub. Kroc tələbələrlə görüşür və onlardan soruşur ki, mənim biznesim nədir? Təbii ki, hamı gülür və deyir ki, siz hamburger satırsınız, hamburger biznesindəsiniz. Halbuki Kroc tam başqa bir cavab verir. O deyir ki, mənim biznesim hamburger deyil, mənim biznesim daşınmaz əmlakdır. Bəli, yəni gündəlik işiniz sizin sadəcə maaşınızdır, amma əsl biznesiniz sizin aktivlər sütununuzdur. Kroc o restoranların yerləşdiyi ən dəyərli torpaqları, binaları alırdı. Biz də öz həyatımızda bunu anlamalıyıq. Sizin gündəlik işiniz, peşəniz sadəcə fəaliyyətdir. O sizin biznesiniz deyil. Bir də burada sözlərin, yəni daxili diyaloqun gücü var. Kasıb ata həmişə deyir ki, mənim buna pulum çatmaz. Və o an beyni fəaliyyətini dayandırır, təslim olur. Zəngin ata isə o cümləni qəti qadağan edir. O deyir ki, əvəzində bunu necə əldə edə bilərəm deyə soruş. Bu sualı verən kimi, beyin avtomatik olaraq oyanır, yeni imkanlar axtarmağa başlayır. Həyəcan və xəyallarla dolur. Bu da ortaya çox vacib bir sual çıxarır. Əsl sərvətin tərifi nədir? Sərvət heç vaxt qazandığınız pulun miqdarı deyil. Bəs nədir? Sərvət odur ki, bugün işləməyi dayandırsam, mövcud gəlirim, yəni aktivlərimdən gələn pul məni neçə gün həyatda saxlaya bilər. Bax, əsl zənginlik budur. Çox mükəmməl tərifdir. Yaxşı, əgər bütün bunlar bu qədər məntiqlidirsə, bu qədər sadədirsə, niyə bu qədər vacib məlumatı biz məktəbdə öyrənməmişik? Bu təhsil sisteminin ən böyük, bəlkə də ən qəsdən edilmiş boşluğudur. Məktəblər bizə akademik və peşə bacarıqları verir, bizi yaxşı işçi olmağa hazırlayır, ancaq maliyyə savadlılığı öyrətmir. Yəni, vergilər necə işləyir, investisiya nədir, aktiv və passiv fərqi nədir, bunları bilmirik və bunun çox faciəvi nəticələri olur həyatda. Düzdür. Mənbələrdəki o nümunəni xatırlayaq, böyük pullar qazanan, lakin maliyyə savadı sıfır olan bir insanın sonu, məsələn, gənc bir basketbolçu, 24 yaşında milyonlar qazanır. Bəli, ancaq maliyyə savadı olmadığı üçün pulları ancaq bahalı passivlərə xərcləyir və nəticədə cəmi 29 yaşında avtoyuma məntəqəsində minimum maaşa işləməyə məcbur olur, çünki əlində o çempionluq üzüyündən başqa heç nə qalmayıb. Yəni, məsələ nə qədər pul qazanmaqda deyil, o pulu nə qədər əldə saxlaya bilməkdədir. Məhz elədir. Buna görə də əslində bizim ən güclü aktivimiz cibimizdəki pul deyil, bizim zehnimizdir, beynimizdir. Təəssüf ki, əhalinin böyük əksəriyyəti, bəlkə də 90%-i evə kreditlə böyük televizorlar alır, amma yalnız çox kiçik bir qismi biznes və maliyyə kitabları oxuyur. Bu çox acı bir reallıqdır, amma bunu dəyişmək mümkündür. Bəli. Buna görə də dinləyicilərimizə gündəlik həyatları üçün çox praktik bir missiya vermək istəyirəm. Rəqəmləri oxumaq öyrənin. Özünüzə yatırım edin, hər ay. Mütləq. Hər ay özünüzə yatırım edərək bir maliyyə kitabı oxuyun, bir yeni investisiya mövzusu öyrənin və ya belə analitik maliyyə müzakirələrinə, səsli proqramlara qulaq asın. Özünüzü davamlı inkişaf etdirin. Zənginlik çox pul qazanmaqdan əvvəl doğru düşüncə tərzindən başlayır çünki. Tamamilə razıyam. Gəlin bugünkü analizimizin o 3 qızıl qaydasını dinləyicilərimizə qısaca xatırladaq. Birincisi, passivlərdən uzaq dur və yalnız aktivlər al. İkincisi,
maaşın artanda maaş tələsinə, yəni o həyat tərzi inflyasiyasına düşmə. Üçüncüsü isə heç vaxt öyrənməyi dayandırma, maliyyə savadlılığını daim artır. Bu prinsiplər həqiqətən də bir insanın həyatını dəyişdirə biləcək gücdədir, təbii ki, əgər tətbiq edilərsə. Bəli, tətbiq ən vacib hissədir. Bütün bu məlumatları təhlil etdikdən sonra sizinlə səmimi sağollaşmazdan öncə istəyirəm özünüzə çox dərin bir sual verəsiniz. Cəmiyyət, hətta mövcud təhsil sistemi bizim maliyyə baxımından həqiqətən də azad və müstəqil olmağımızı istəyirmi? Yoxsa bu sistemlər sadəcə qorxu və borc içində yaşayan, hər ay maaş üçün işə qaçan, itaətkar, sadiq işçilər yetişdirmək üçün dizayn edilib. Əgər siz ömür boyu maaşa məhkum olmaq üçün proqramlaşdırılmışsınızsa, bu zənciri qırmaq üçün sabah atacağınız o ilk fərqli addım nə olacaq? Qərar sizin, həyat sizindir. Gələcək analizlərdə görüşənədək uğurlar.